Bu dərsimizdə isə order by əmrini sizlərə izah etməyə çalışacağam. İlk növbədə order by-ı tərif verək. Order by-ın vəzifəsi sorğumuzun nəticəsini müəyyən sütun və ya sütunlara görə sıralamaqdan ötürüdür. Nümunələrə keçmədən öncə gəlin baxaq ki, order by ilə bir yerdə hansı açar sözlərdən istifadə olunur. Bunlardan birincisi ask. İngilis dilində olan ascending sözünün qısaltmasıdır. Bizim dilimizdə artan deməkdir. İkincisi desk. Descending sözünün qısaltmasıdır. Azalan. Ask və deski aydın şəkildə başa düşdükdən sonra nas first və nas last keywordlərinə də keçid alacağıq. Bu sorğumuzun nəticəsini order by istifadə edərək manager ID sütununa görə sıralayaq. Bunun üçün cədvəl adının qarşısına order by manager ID ASC yazıram. Manager ID sütununa baxsaq, 100, 103, 108, yəni bu cür artan sıra ilə azdan çoxa doğru sıralandığını görə bilərik. Deskin işləmə prinsipini Location ID sütunu üzərindən göstərəcəyəm. Location ID desk. Location ID sütununda olan sətirlərin də azalan sırada düzüldüyünün şahidi oluruq. Order by-da ask ilə bağlı kiçik bir nüansı da vurğulamaq istəyirəm ki, əgər biz askın özünü yazmasaq belə, order by bunu default olaraq, yəni öz dilimizdə desək, susmaya görə ask olaraq qəbul edir. Elə location ID sütunu üzərindən nümunə verim. Məsələn, burada ask istifadə etmədim və location ID sütununun artan sırada düzüldüyünü görürük. Daha sonra department name sütununu sıralayaq. Department name. Department name sütunu A-dan Z-ə doğru sıralanmış oldu. Təbii olaraq bunun əksi deskdir. O isə Z-dən A-ya doğru sıralanmanı string data tipinə sahib olan sütunlar üzərində həyata keçirir. Desk, Ctrl-Enter. Burada department name sütunu Z-dən A-ya doğru sıralanmış oldu. Və bir də var, date data tipində olan sütunlar ki, bunların da sıralamasını sizlərə sadə bir misal üzərindən göstərmək istəyirəm. Select ulduz from employees, order by, hire date, desk. Hire date sütununa baxsaq, ən axırıncı işə girmə tarixi 21 aprel 2000-ci il, ən birinci işə girmə tarixi isə 17 iyun 1987-ci ildir. SQL sorğularında birazdan deyəcəyim bir yazılış qaydası vardır ki, onu yadda saxlamağınız vacibdir. Bu yazılış qaydası belədir ki, əgər sorğuda həm veya şərti, həm də order by sıralaması edəcəksə, birinci növbədə veya şərti yazılmalıdır. Bütün bunları başa düşdükdən sonra keçək nas first və nas last keywordlərinə. Uzun sözün qısası, order by vasitəsilə artan sıralama edərkən, həmin sütundakı null olan sətirlər ən sona yazılmış olur. Baxaq, manager ID sütununa görə artan sıralama etdik. Həqiqətən də null olan sətirlər ən sona yazılmış oldu. Bu sona yazılan null sətirləri ilk sıralarda görmək istəyiriksə, null first-dən istifadə edirik. Null first. Sorğunun nəticəsindən də aydın şəkildə görünür ki, null olan sətirlər birinci, daha sonra null olmayan sətirlər artan sırada düzülmüş oldu. Amma order by ilə azalan sıralama ediriksə, bu zaman null olan sətirlər axıra deyil də əvvələ yazılmış olur. Nümunəyə baxaq. Manager ID, desk. Və biz null olmayan sətirləri başda görmək istəyiriksə, bunun üçün desk, nulls, last yazmağımız lazımdır. Vəssalam. Order by və onun istifadə qaydaları haqqında bu qədər.